Selamünaleyküm xanımlar, kanalıma hoş gelmişsiniz. Bir ne isteyecektim size? Adresi birinci göstereyim. Soruşanlar olur. Sumqayıt şəhəri 17-ci mikrorayon. Baxasınız, Qərb Sarayı. Qərb Sarayından bu tərəfə, buradakı cərgə. Buradakı cərgədə Nur Hicab dükkanı gösterim. Nur Hicab 5 fəsil ucuz market buradadır. Bu tərəfdə isə Qərb Sarayı. Belə. İndi çəkəcəm bir divarı. Bu dəfə bir divarı çəkim. Hər dəfə yəni oradan buradan çəkməyim, sonra yadımdan çıxır nə çəkmişəm, nə çəkməmişəm. İndi istəyirəm bəzilər deyəsən xanım bulun soruşmuşdu, səhv eləməmsə bu dəsti. Sonra bir də nə var idi? Bir də kostyumları soruşulmuşdu. Burada bir kostyum var belənci. Bu çiyini düşük kostyumdur. Belə oversize kimi, düzdür ölçü iləndir, amma belə boş qalan modeldir də, yəni. Biri də var belə kostyumdur. Bunlar isə adi pencəklərdir. Hələ ki olan pencəklərimiz bunlardır. Onlarındakı məsəl üçün rənglər var. Qara, kapuçino kimi rəngi, bir də boz. Onu da məsəl üçün yaxından göstərim. Rəngləri bunlardır. İki cür rəngi var. Bozla bu qabaqdakı kapuçino rəngi deyirlər, nə deyirlər ona. Böyle bir klasik dəsti. Bunun qiyməti yadımdadır ki 90 manatdır. Bir də belə pencəklər var. 3 rəngi var. Bunun qiymətini 50-yədir. Bunun dəqiq yadımda deyil. Sonra belə bir dəstləri indi yaxından çəkmək istəyirəm. Telefonu bir yerə qoyum. Belə ümumi belə göstərim. O tərəfli, bu tərəfli, çünki belə baxanda bilinmir nə var, nə yox. Cins donlarımızı ayrı-ayrı göstərim, sonra bunları ayrı-ayrı göstərim. Telefonu qoyub indi davam eləyəcəm. Bu həmin dəsti, bax belə bir yufqayla. Zamokla belə bir dəsti. Nabuk materialındadır. Bu əslində indiki hava üçün qəşəng gedər. Yəni o kurtkadan çıxan vaxtda, kurtka ilə də geyinmək olar. Kurtkadan çıxan vaxt üçün ən yaxşı ideal al vaxtı bunu geyinmək. Çünki məndə də belə bir dəst var bu materialda. Mən bunu birinci kapüşonkalı ilə geyinirəm. Sonra biraz da isti olanda kapüşonkasız belə tək geyinirəm bunları. Məsəl üçün kapüşonkalı ilə açıq zamokla belə geyinirəm. Bunu yox, başqası indi dəst var, elə tipdə olan. Yəni belə bir modeldir. Böyürlərində də belə cibləri var. Görünməyən cibləri. Bu 75 manatadır. Razmerləndir. Bu 44 ölçüdür. Və belə bir dondu. Kollarını bağlayayım. Belə bir dondu. Cins dondu. Əynimdəki də bunlardır. Bu tündüdür. Tündündən qalmayıb. Açıq dondu. Bu donu da ki çoxsu bəyənir. Gələn gedən elə bunu soruşur. Qarası bitib. Qara deyil, tünd bozdur. Açıq belə mavi kimi qalır. Bu da qəşəng qalır əynində.
Sonra böyle bir cins don var. Sumka istəyən sumka ilə taxar, istəyən sumkasız taxar. Kim necə istəyir. Yəni belə bir enli modeldir, uzun modeldir. Qalın cinsdir, bu da indiki vaxtlara qəşəng gedər. Bu 85 manatdır. Bir də ki, belə bir dəstlərdir. Bunlar həm yupqa ilə var. Həm yupqa ilə var bunlar. Belə bir dəstdir. Razrezləri də bu baxız belədir. Bura kimidir, bu hissəyə kimi razrezi var. Yupqanın da məsəl üçün cibi var da. Bu razrezdə yəni ki, rahat əlini cibinə salıb çıxartmaq olur da, yəni ki. Bunun şalvarlısı da var, həmin bu dəstin. Şalvarlı giyinənlər xanımlar şalvarla da giyinə bilər. Yupqa ilə giyinənlər isə yupqa ilə. Onda məsəl üçün cibi var. Üç rəngi var. Bordovoy, tünd korичневый, bir də qara. Sonra bir dəstə göstərmək istəyirəm sizə. Ondan da videonu yekunlaşdırım. Bu dəstdən danışıram. Belə bir buna oxşar dəstim var mənim. Belə bir yupqadır. Cibləri ilə. Belə videoda açıq görünür, amma bu qədər açıq deyil. Biraz tündür. Belə bir yupqadır, uzun. Rahat yupqadır. Və üzərində belə bir üst geyim kimi də geyinmək olar, ayrı-ayrı da. Belə bir cibləri var. Yaxası belədir. Və bel tərəfdən də belə. Bu da çox qəşəng modeldir. Yəni belə. Hələ ki bu qədər. İnşallah gələn görüşlərə kimi.